Nigar xanım yazır, satış sahəsində satış üzrə mütəxəssis olduğunu bildirir. Qeyd eləyir ki, şirkət bizə yüksək plan verir, amma biz marketinqdən reklam dəstəyi görmürük. Bizim şöbə müdürünün, marketinq şöbə müdürünün arasında da çox gərgin proseslər var. Biz məhsulu aparıb vitrinə yerləşdiririk, yeni satış eləmək istəyirik mağazaya. Deyirlər ki, sizin məhsulun rəfdən çıxışı yoxdur. Biz bu halda nə etməliyik? Müdirəmi təsir göstərməliyik, yoxsa nə məsləhət görürsünüz? Satışla marketinq ümumiyyətlə, yəni belə deyək də, eyni yolun yolçusudur. Yəni bunu belə deyə bilər. Yəni orada məqsəd nədir? Məqsəd məhsulların kütləvi satılması, şirkətin mənfəətliyidir. Marketinq bir strategiya qurur, satış öz fikrini başqa cür qurur. Bu cür ola bilməz. Yəni marketinqi biz bir kəşfiyyat kimi nəzərdə tutaq. O gedir, araşdırır, tələbləri bilir və bir xətt cızır və satışın işinin adı həmin o marketinq siyasətini yerində icra etməkdir. Hə, yerində hansısa bir problemlər, nöqsanlar olarsa, satış onu öz sahəsindən götürüb, yerində, müştəri ilə olan təmasdan və yaxud da bazarın, rəqiblərin təmasından götürüb, onu marketinqlə uzlaşdıra bilər, müzakirə edə bilər. Marketinqdə satışın yerindəki praktik vəziyyətinə görə strategiyanı yeniləyə bilər. Yəni burada o lap belə şey dillə desək, misal burada mənə Bağdaddakı Orx xəlifə bunu nə satış deyə bilər, nə marketinq deyə bilər. Yəni bu iki yoldaş birgə yola çıxmalıdırlar və onlar eyni siyasət üzərindən hərəkət eləməlidirlər. Hə, burada hansısa bir konfliktli məqam, hansısa bir uzlaşmazlıq olarsa, bu artıq iclas şəklində rəhbər heyətlərlə, idarə heyəti ilə, digər müvafiq əlaqəli şöbələrlə müzakirə olunub bir yol tapıla bilər. Amma büdcə ayrılır, başqa cür gedir, satış buradan mənfəət əldə edə bilmir. Bu artıq ciddi bir kommunikasiya boşluğunun sübutudur.